Bugün Firon kimi açıqdan deməyə cürət etməyən 100 minlərlə insanlar var ki, Firon nə qədər yaşındadılar. Mə urikum illə mə ara, ancaq mənim rəyim vardır sizin üçün deyən kimsənin vəsfi nədir? Bir məzhəb təyin etmişdir, məzhəbdə olanlar dindir. Bu şey məzhəbimizə müxalifdir, biz onu qəbul etmirik. Firondan bunun nə fərqi var? Allah üçün mənə deyil. Mə urikum illə mə ara. Sizin üçün ancaq mənim rəyim, mənim görüşüm var deyən adamla, Fironla, bu məzhəbin nə fərqi var ki? Qardaş, bu mənim məzhəbimdə budur, mən bununla gedirəm. Nə deməkdir ki bu? Sənin məzhəbini Allah mı nazil etmişdir? Yox. Bəs sən niyə bunu haqq olaraq götürürsən? Demək ki, sən bunu yeganə doğru yol görürsən. Ya deməlisən ki, 4 dənə haqq var və ya 44 dənə haqq var. O zaman hamını sağsın, o zaman batıl kimdir? Yaxşı olmalı. Absurddur bu.